Quba rayonunun Küpçal və Qələdüz kənd sakinləri son vaxtlar yaşadıkları ərazidə ayıların müşahidə olunduğunu, yırtıcıların təsərrüfatlara ziyan vurduğunu bildirirlər. Son vaxtlar Quba rayonunun bir sıra yaşayış məntəqələrində tez-tez ayılara rast gəlinir. Sakinlər bildirir ki, son 10 gündə xüsusilə kənd ərazilərində, kəndin içərisində belə ayılara rast gəlinir. Biz hal-hazırda rayonun Küpçal kəndindəyik. Kənd sakinlərinin birinin həyətində bax belə ayılar ağaclara ziyan vurub. Kəndə girən ayılar həm fərdi təsərrüfat sahələrinə, həm də onların heyvanlarına ziyan vururlar. Qonşu kəndlərdə, Küpçal və Küsnət kəndlərində hətta inəklərə vəhşi heyvan hücum eləyib, onlara xəsarət yetirib. Bir kənddə isə atın balasını parçalayıb. Vətəndaşlar buna görə narahatlıqlarını ifadə edirlər. Onlar bildirir ki, tez-tez evlərin belə yaxınlığında ayılar müşahidə olunur. Onlar aidiyyatı qurumlardan kömək istəyir. Bildirirlər ki, belə hal onlar üçün də təhlükəli hesab olunur.